Salam aleyküm xanım. Aleyküm salam. Bayaq bizim evdən bura zəng vurublar, təcili yardım çağırmağa. Deyiblər ki, nə olub? Evdəkilər deyib ki, bəs pişikdən qorxub da qaynanam. Onlar da qayıdıb ki, bəs pişikdən qorxub pısımırla qoy başına yatsın. O kim deyib? Hansı operator deyib onu? Bilmirik. Necə bilmir? Neçə də operator var orada? 5 dənə, bilmirik. Bir də o necə mən öyrənə bilərəm hansı operator deyib? Nə deyir? Deyib ki, bəs ürəyi tutub. Deyib pişikdən qorxub, ürəyi tutub da. Nə qardaş, pişikdən qorxub ürəyi tutanda beyin vızıq verirlər. Ürəyi tutub da bu adamın, indi hər nədən qorxub, nə bilim. O gün deyir, ya deyir ürəyi tutub, pişikdən qorxub ürəyi tutub, həkim gəlib ona neyniyəsidir ki? Əşi, ürəyi tutub da, ürəyi tutub. Başa düşürsən, ürəyi tutub. Sənin anovun ürəyi tutub. Yıxılıb. Pişikdən qorxub ürəyi tutub, başqa şey. Abala pişikdən qorxub, canavardan qorxub. Axır ürəyi tutub da bu adamı. Mən demirəm ki, dombala qaşır, salto vurur. Deyirəm ürəyi tutub da. Qorxub ürəyi tutub. Belə şey olur. Başa düşmən necə olur bəs? Pişikdən qorxanda ürəyi tutur. Bəs hara tutur? Omba tutur. Harası tutur? Pişikdən qorxanda ürəyi tutanda skoru gəlmir ona. Ürək tutanda skoru gəlmir, bəs kim gəlir? Fövqəladə Hallar Naziri gəlir. Ürəyi tutub, ağa gəlir skoru neyniyəsidir ki ona? Abala ürək tutub, ürəyi tutub, halı pisdir. Bilinmir, paraliz vırıb, infak vırıb, skoru pacarını çağırım mən. Sən ki, məntiqlə verin. Abala mən məntiq dərsi keçməmişəm də 8-i qutarmışam. 2. Başa düşdün? Sən məntiqlə heç olmasa başa düşkünən ki, bu qorxub ürəyi tutub da. İndi qorxub ürəyi tutub, qorxubu qoyaq bir qırağı. Bu adamın deyirik ki, ürəyi tutub. Sən hələ... Verən elə